Salam əziz bizi izləyənlər. Bugün 5 Mart Bakı Balıqçılar Klubunun 5 üzvü Şimali Kipr Respublikasında ilk dəfə keçirilən beynəlxalq sörfkast turnirinə yollanır. Hal-hazırda aeroportdayıq və komandanın digər üzvlərini gözləyirik. Komandanın digər üzvləri Çingiz Qənizadə, Rasim Həsənov və Süleyman Məmmədov. İnşallah yaxınlaşsınlar. Bir də xanım iştirakçımız var inşallah bu dəfə bizimlə. İlk dəfə olaraq BBK komanda sonra bir xanım təmsilçimiz də var və 5 nəfərlik heyətlə biz Şimali Kipr Respublikasına gedirik. İnşallah gedirik Kıbrıs'a, Kuzey Kıbrıs'a Türkler demişken. Şimal Kipr Respublikası ele gelir bize. Olan diline bilem yavru vatan deyirlər. İnşallah turnirə gedirik. Bizim Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun 4 üzvü gedirik. İnşallah ki uğurlarla qaydaq və ilk dəfə olaraq 4 kişi üzvü və 1 xanım üzvü gedir yarışlara. İnşallah kubukla geri qaydarıq. Allah'ın izniyle ilk dəfədir turnir keçirdirlər və ümidvarıq ki bu turnir çox gözəl keçəcək. İlk turnirləridir və biz də orada öz sözümüzü deyərik inşallah. Turnir haqqında ön məlumat. 14 saat turnirdir, surfcasting üzrə deyirlər külək olacaq, güclü 15 şimaldır. Bizdə şimal həmişə arxadan olur rahatçılıqla, amma bunlarda sağdan sola o çətinliyimiz olacaq. İnşallah öyrəşmişik. Surfcasting turnirlərində çox iştirak eləmişik. Bu bizim Ağdənizdə ilk turnirimizdir. Yəni Osmaniyədə, Mersində biz bu turnirlərdə olmuşuq. Ağdəniz yəni bizə doğma deyək ki, birinci dəfə bəlkə sayılan bir 10'a yaxın o turnirlərdə olmuşuq. Ona görə belədir. Amma bir şey var ki, yəni sahil boyunda fərqli biraz struktur dəyişir. Məsələn, bir tərəfdə olanda şəhərin bir tərəfindən dayazlıqdır, bir tərəfindən dərinlik. Məsələn, Kuzey Kıbrıs'ı dərindir və yaxud da ki, orada balıq növləri də biraz fərq eləyir. Nədə? Məsələn, bir tərəfdə xərçənglər var, böyük xərçənglər. Onlar, məsələn, maneçiliyi törədir. İğnələrin, məsələn, xərəbəli yemləri, atdığı yemləri orada zayılır dişlərlə. Bir tərəfdə balon balığı deyirlər. Dişli balıqdır, zəhərli balıqdır. O daha çox populyasiyası var. Adətən də səhər sularında gəlir. İndi inşallah ki biz burada birinci dəfədir gedirik. Amma araşdırmalarımızın nəticəsi belədir ki, yəni burada balon balıqları daha böyükdür və balıqların populyasiyası daha ətrafında düzdür. Yəni bildiyimiz kimi minikop, levreylər daha böyük olmur Qaradənizdəki kimi, amma normal boyları 40 sm, 45 sm keçir. İnşallah ki daha uğurlu keçər turnirimiz. Hazırlaşmışıq, hər bir ləvazimatlarımız var və yem üsullarıdır, yığma povadok deyirik biz. Ana bədənin yığılma formalarıdır. Hər bir şey artıqlaması ilə hazırıq. İnşallah ki Biz belə bir sual verim. Bakı Balıqçılar Klubunun artıq getdiyi xarici turnirlərin sayını itirmişik. Amma qısa bir sual verim. 2026-cı ildə bu Bakı Balıqçılar Klubunun ikinci turniridir. Və növbəti turnirimiz haradır? 2026-cı ildə bu artıq bizim ikinci turnirimizdir. Yəni birinci turnir Osmaniyədə oldu, ikinci turnir Kıbrıs'ta, üçüncü turnir inşallah Mart ayında Yunanistan'da olacaq, Martın 25-26'sı. Aprel ayında isə Azərbaycanda keçiriləcək, Şıxov sahilində beynəlxalq bir turnir keçiriləcək və Bakı Balıqçılar və Sualtı Ovçuların klubunun təşkilatçılığı ilə. May ayında da inşallah İtaliyadır. Yəni 2026-cı ildə turnirlərimiz çoxdur. Artıqlaması ilə sentyabrda kubokla qayıdırıq. İnşallah hələ ki bu günə kimi maşallah olsun hər dəfə gələndə kubokla qayıdırıq. Ümidvarıq bu səfər də əli boş dönmərik inşallah. Və mədəni balıqçılığın inkişafı üçün hər bir addımı Bakı Balıqçılar Klubu atır. Biz xaricdə çox gördük ki, insanlar ailəsi ilə balıqçılıq eləyirlər. Yəni bizim klub Bakı Balıqçılar Klubunun üzvlərindən də artıq həyat yoldaşları ilə də klubun fəal turnirlərində iştirak etməyə başlayıblar və bu da bir sevindirici haldır. Çünki mədəni balıqçılığın inkişafı demək olar ki, öz bəhrəsini göstərir. Və biz çalışacağıq ki, belə qadın balıqçılarımızı da sövq eləyək bu işlərə. Mədəni balıqçılığın Azərbaycanda da bir qadın balıqçıları, qadınların balıqçılığı həvəslini inşallah ki artırarıq və turnirlərə də bizlə bir yerdə gedərlər. Və bizim Azərbaycanda keçirdiyimiz turnirdə Polşadan hətta qadın çempionumuz da var idi. Ailəsi ilə, yoldaşı ilə
olmayan bir yerdə və beynəlxalq turnirlərimizdə xaricdən çox qadın yarışçılar gəlir. Çox təəssüf ki, bizdə yox idi. Allaha şükür olsun ki, artıq bizdə də öz bəhrəsini göstərir. İlk olaraq Azərbaycandan bir ailə, yəni öz yoldaşı ilə qadın idmançımız da qoşulacaq bizim Azərbaycandakı yarışımıza. Ümumiyyətlə Bakı Balıqçılar Klubu haqqında yəni bir çoxunuz artıq bilirsiniz. Bizim istəyimiz də odur ki, Azərbaycanda balıqçılıq idman növündə klubların sayı çoxalsın. Noyabr ayında 2025-ci il noyabr ayında Kütüm klubu Azərbaycan çempionu oldu nümayəndəsi Rüfət. Özümüzlə bir yerdə Mərsin turnirini apardıq. O Mərsin turnirində hətta uğurlu çıxış elədi. Sektor qalib oldu. Xaricilər içində ikinci yer tutmuşdu. Səhv eləmirəmsə ikinci yer idi. Və yəni bu klublar çoxaldıqca, bu xarici turnirlərdə iştirak etdikcə inanın bayrağımızı təmsil edirik, Azərbaycanımızı təmsil edirik. Bu gözəl bir hisslərdir. Bunu hər bir balıqçılıq idman növü ilə məşğul olan balıqçıya, idmançıya arzulayırıq və başqa klublar da var. İnşallah onların da Allah yollarını açıq eləsin. Biz hələ aeroportdayıq. Samolyotun vaxtını gözləyirik. Çatdıq Şimali Kipr Respublikasına. Hava çox gözəldir. Bizə deyirdilər soyuq olacaq, amma gözəldir. Yağış yağacağını demişlər, amma yağmır. Proqnoz göstərir, yağmır. Bizi gözəl qarşıladılar. Ayrıca bir maşın ayırıblar bizi üçün və bizi biraz gəzdirib oradan otelimizə aparacaq. Şimali Kipr Respublikası haqqında ilk təəssüratlar. İlk təəssüratlar belə baxsan maraqlı yerə oxşuyur. İnşallah bir gəzək hələ görək nədərdir. Amma çox gözəl istiqanlı qarşıladılar. İstiqanlıdılar, mehribandılar. Əlavə olaraq maşını ayırıblar Vito, gəzdirirlər şəhəri. Hələ sabahlarda 12 saat gəzdirəcəklər bütün şəhəri. Belə baxırıq, bir sürü rayon yolları xatırladır bizə hələ ki. Otluq, hər yer yaşıllıqdır, hava çox gözəldir. Əsas məsələ. Biz burada gözləyirdik yağış, boran, tufan, amma şükür olsun o da deyir, insanın qanını qızdıran havadır. Allahın izni ilə yarış günü də belə bir hava olsa, həmin üçün qəşəng bir şey olur, belə qəşəng balıq olar. Burada balıqlar deyir 25 santıdan xırda olmur, böyük balıqlar olur. Ona sevindik əsas məsələ. Ağdənizdə çox balıq ovunda olmuşuq deyə bizə məşq üçün vaxt ayırsalar da biz məşq eləməyə ehtiyac bilmirik. Çünki artıq havadoklarını da bilirik, kırçoklarını da bilirik, balıqlarını tanıyırıq, yemlərini də tanıyırıq, məsafələri də bilirik. Onun üçün bizə ehtiyac yoxdur. Və biz Kuzey Kıbrıs komandasını tanıyırıq. Yəni mən bunlarla bir dostluğum oldu Mərsin yarışmasının sonunda. Yan sektorə düşmüşdülər. Xaricilər içində birinci yer tutdular, sevindi, təbrik elədiyorlar və orada bizim dostluğumuz başladı onlarla. Yəni biz bu qardaşları birinci gündə görmürük. Və bungalovamız da yan-bayan idi Mərsində. Gəlib söhbət elədik. 2 ildir bir yerdə, 2 ildir bizdə tanışdığımız var bu klubla. Mütəmadi olaraq biz tez-tez yazışırıq, danışırıq telefonla. Birinci beynəlxalq turnirlərdir. İnşallah ki, dəstək olaraq bütün komandalar, bütün ölkələr dəstək olub, daha da belə ətraflı, gözəl bir turnir keçirmələrinə kömək eləyərik. Çünki adadılar, bizdə Bakıda 3 tərəfimiz dənizdir, burada 4 tərəf dənizdir, adada yerləşirlər bunlar. Sizinlə bir dənə fikrinizi alaq görə inşallah. Siz nə düşünürsünüz bu barədə? Çox güman ki 99% qalib olacağam. Çünki həmişə birincilər, yəni birinci turnirdə iştirak edənlər xamlar deyirlər də. Lorel ilə bizdə xamlar deyirlər. Xamların şansı çox olur, amma ki inşallah ki Naviçkan viziyaturistlər demişdi. İnşallah yenə də qismət. Ölmədiniz, bu günü gördünüz, özünüzü yaxşı apardınız, gələn günlərdə görəcəksiniz. Rasimlə ümid edirəm ki, mən çox gəzəcəyik hələ biz. Gizli üzümüzü nə vaxt sən aşkar eləyəsən bəs? Bizim gizli üzümüz hələ çəkilir biz onsuz da. Maraqlısı bilsən nədir? Kamera ki məndə olacaq. Yarış günü mən üçün heç biri çəkməyəcəm. Ancaq özümüzü çəkəcəyik biz. Yarış ancaq mən və mənim komanda yoldaşım. Gizli komanda yoldaşı. Sonda inşallah onu görərsiniz. O da Allah'ın izniyle kuboka çıxardı. Kubok qaldı. Kıstaçı Rasim, sən Naviçok deyib deyəm, amma burada səndən başqa Naviçoklar da var. Tək sən deyilsən.
Hətta Noviçok var, ilk turnir var hətta. Axırda heçnəsiz gedəcəyik. Biz çaşdıran bilsən nədir? Süleyman maşını sürür. Bütün komandalar buradadır. Hətta qadınlardan ibarət Türkiye komandası buradadır. Merhabalar. Merhabalar. Merhaba, Azerbaycanlı kardeşlerimize selamlar, saygılar. Mersin buradadır. Osmaniye buradadır. Selam. Azərbaycan sözü də yine rahat. Azerbaycan öz evlad olmuşuz. Maşallah. Biz artıq 3 gündür gəlmişik Kıbrıs'ta yox. Hava gözəldir. Dedilər çox fırtına olacaq. Amma günəş çıxıb maşallah külək başlayıb düzdür. İndi axşama doğru deyirlər külək daha da şiddətlənəcək. Amma gecə yarısından sonra sakitləşəcək. Dənizdə dalğa var deyirlər. Kənarda hələ görmədik dənizin dalğasını. Buradan baxanda dəniz amma sakit görsənir. Bizə adətən sərf edir ki, dalğa olmasın. Niyə? Uzaqda olur dalğa olmayanda balıq. Uzaqdan daha bizim atışlara görə uzaqdan daha rahat balıqları dənləyə bilirik. Amma dalğalı olanda balıq yaxında olur və hamısı o işə öyrəşdikləri üçün daha komfortlu olur. Bunların balıq tutmaq şansı çoxalır. Çox gözəl qarşıladılar bizi. Sonra istiqanlıdılar. Gözəl qarşılama, gülər üzlər, əla. Sağ olsun Kıbrıs komanda, Kuzey Kıbrıs komandasından Çingiz abi var, adaşım. Bizi qarşıladı. İnşallah ki biz də onları Allah'ın izni ilə 25-26 keçirdəcəyimiz Surfcasting turnirinə dəvət eləmişik. Bunlar da gələcəklər. Ümidvarıq ki, yer tutacaq. Hazırlıqlarımız tamamlandı. Hər bir şey hazırladıq. İğnələr lazım olan iğnələr bağlandı. Saat 2-də düşəcəyik yola. Xeyirli uğurlu olsun inşallah. Ümid edirik ki, kubokla geri dönərik. Demək, Şipanli Kipr Respublikasındakı yarış artıq start verildi. 17:30-da start verilib.
Artıq hava qaralıb və biz spinniklə suya atmışıq. Mənim komanda yoldaşım Jalə xanım yemləri hazırlayır. Bayaqdan sürünezləri hazırlayır. Əlcək geyinib kəlləri batmasın, amma iş gedir. 38-ci sektordayıq. Növbəti etapda isə 5-ci sektora keçəcəyik və bu da spinniklərimiz sudadır. Mən görə bilsin yoxsa yox. Ucdan da fosforlar sudadılar. Yəni çox dedilər külək olacaq, amma çox külək yoxdur. Hava normaldır. Və bu da yarışmacılar, digər idmançılar. Hər kəs spinnikini atıb suya balığını gözləyir. Hələ ki ilk vuruşlar yoxdur. Bir dəfə dəyişmişik yemimizi. Yiyinti də yoxdur. Gözləyirik görək nə olacaq. İnşallah vuruş olar. Vuruş olanda da qaranlıqdır düz artıq. Kameranın gücü yoxdur çəkməyə. Amma çalışacaq ki, tutduğumuz balıqları sizə göstərək. Sabahınız xeyir. Demək 14 saatlıq yarışın son 2 saat yarımına girmişik. Artıq hava açılıb. Günəş çıxmaq üzrədir. Ümumilikdə yarışda nəticələr çox aşağıdır. Çünki balıq demək olar ki, yoxdur. Ən çox balıq tutan, yəni məndə olan məlumata görə, bəlkə də səhv edirəm, amma məndə olan məlumata görə ən çox balıq tutan 3 dənə balıq tutub. Və bizim komanda yoldaşımız Çingiz Qəniyev. Çingiz Qəniyev bir dənə balıq çıxardıb. İndi son 2 saat yarımda artıq Çingiz Qəniyevə azarkeşlik eləyirik. İnşallah balıq çıxardar və fəxri kürsüyə çıxar. Hələ 2 saat yarımımız var. Dayanmadan işləyirik, yorulmamışıq. Yəni əhval-ruhiyyəmiz yaxşıdır. Sadəcə gecə çox külək qalxdı. O külək imkan vermədi biraz balıq tutaq. İndi dəniz dalğalıdır. Külək yatıb, hava soyuqdur. Balıq gözləyirik. Gözləyirik görək çünki yəni 3 dənə balıq tutan varsa son 2 saat yarımda 3-4 dənə balıq tutmaqla kürsüyə çıxmaq olacaq. İndi inşallah ki kürsüyə çıxarıq. Mən az da olsa yarışdan sizə məlumat verdim. Yarış artıq bitib. Gəlmişik istirahət bölgəmizə. Yəni dediyim kimi yarış 14 saat yarış idi. Aralarla da daha çox idi. Dünən saat 1 idi buradan çıxanda Çingiz. Saat neçədə qayıtdıq bura? Saat neçədir Süleyman? Saat artıq unutmuşuq. 10. 21 saat. Biz 21 saat öncə o bunqalomuzdan çıxıb 21 saat sonra geri dönmüşük. Yorğun bir yarış keçdi. Dediyim kimi Çingiz bir dənə balıq tutdu və təəssüratlar üçün Süleymandan başlayıram. Yarış, yəni bizi birləşdirən nədir? Balıqçılıq vasitəsilə dostları, tanışları görmək. Özüməm küsərəm ha, mən neysən Qulyabani ilə dayısan, tamam, zarfatla. Kəsəsən də olsa billər. Balıq tutmaqla vətənimizin bayrağını qaldırmaq, burada dövləti təmsil eləmək, əlimizdən gələni eləmək. Yorucu oldu 14 saat, arada 1 dəqiqə, 2 dəqiqə belə yata bilmədik. Onun yoruculuğu var, Allah səsini kəssin, öyle sən çıxardarlar oradan. Əlimizdən gələni elədik, qismət. İndi alınmadı, Çingiz qardaş bir balıq tutdu, bir dənə də dəniz yıldızı tutdu. Biz də əlimizdən gələni elədik, alınmadı bu səfər. İnşallah başqa bir vaxt. Amma belə dostları, tanışları təkrar görmək, həm dincəlmək, həm gəzmək, həm də belə bir turnirdə iştirak etmək bizim üçün xoş oldu. Bu dəqiqə gözüm yumulur, Allah haqqı yatmamışam, amma ləzzət elədim. Təki belə yorulaq. 14 saatlıq yarış həqiqətən yorucu bir yarışdır. Amma bizim uşaqlar çoxsu xoşlamır. Amma mən nədənsə bu 14 saatlıq yarışı xoşlayıram. 14 saatlıq yarış bir başlayıb bir bitirirsən. Sadəcə 2 etap olduğuna görə düşünün ki 6 saatdan sonra bütün açdığın avadanlıqların hamısını geri yığıb gəlirsən sektoru dəyişirsən və təzədən yenidən orada açmalısan və yarış bitəndən sonra yığmalısan. Ən məsələn əsas sıxıntılardan biri budur. Bizim dəniz belə deyim, çox qısıda oldu bu səfər. Maksimum 15-20 balıq tutulub. Hər kəs 1, 2, ən çox balıq tutan 3 idi mən bilən. 3 dənə balıq tutuldu. Yəni bol balıqlı yarışlar, çünki iştirakçıların əksəriyyəti ikinci taymda tərk elədi, getdi yarışı. Balıq əksiz dərəcədə az idi. Mən də sonunda bir dənə balıq tuta bildim. Melanur deyirlər ona. 22 santimlik melanur tutdum. Şəklini göstərir indi ekranda
baxa bilərsiniz. Yəni başqa təəssüratlar yoruculuq, amma xoş yoruculuq. Qardaşlarla görüşdük, bütün şəhərlərdən gələn insanlarla, Türkiyənin çox şəhərindən gələn insanlarla, bütün Kıbrısın özündən insanlarla tanışdığımızdır, münasibətdir. Balıqçılıq hər zaman dediyim kimi şərt balıqçılıqdır. Şərt dostluq, mehribançılıq və əhatə genişliyi. Ən əsası budur. Necə deyirlər, hara getdinsə bir evin olsun. Bu dostluqlarla sən bilirsən ki, hara getsən bir evin var. Yəni balıqçılıq, mədəni balıqçılıq budur. Mədəni balıqçılığın özəyi budur. Bir də bizə xoş oldu ki, Azərbaycandan ilk dəfə qadın iştirakçımız oldu. Jalə Ümidova idi və biz gözləmədiyimiz bir hadisə oldu ki, 14 saatı bizimlə bir yerdə o da vuruşdu. Yəni 14 saat soyuq oldu, axşam çox soyuq oldu, külək qalxdı. Biz belə sakit hava idi. Getdik ora dedik bu qədər paltar niyə geymişik? Düşünün ki, saat 1-dən sonra hava düşdü mənfiyə və dəniz qırağı, ondan sonra külək. O soyuqda dayanmaq olmur, hərəkət olmalıdır. Çünki dayandın, anında donursan. Həqiqətən çox soyuq olur. Bizimlə bir yerdə o xanım axıra qədər vuruşdu. Halal olsun və təbrik eləyirəm öz adımdan və Bakı Balıqçılar Klubunun adından təbrik edirəm o xanımı da. Çünki belə bir, yəni biz istəyərdik ki, həqiqətən də Türkiyədə qadınlar klubu var məsələn. 14-15 nəfərdilər onlar. Sonra çoxsu məsələn ailəsi iləndir. Hamısı axşam balıqlarında tutdular. Hamısı da bu ətraflı mədəni balıqçılığın, toplum halında balıqçılığın əsas bir yeridir. Yəni bizə çox xoş oldu ki, Azərbaycandan da həqiqətən qadın balıqçının gəlməyi bizlə və ər-arvad ikisi İlkin Jalə Ümidova həqiqətən 14 saatı bir yerdə doğrudan da o deyib vayvat elədilər. İkisi halal olsun, təbrik eləyirəm onu. Bizim bir iştirakçımızın da dalıyca gedirəm. Hardadır bu? Bu Rasim Həsənov. Rasim, sənin də ilk beynəlxalq turnirin idi. Ya beynəlxalq turnir əslində Rasim Bakıda görüb. Bakıda iştirak edib, amma xarici ölkəyə çıxmaq ilk dəfə idi. Və açıqsını təmizləyə, xahiş edirəm o təəssüratlarını bölüşsün. Təəssüratlar belədir ki, çox möhtəşəm təşkilatçılıq, sağ olsunlar. Tədbir gözəl səviyyədə keçdi, bizi gözəl qarşıladılar. Mənim üçün yəni yuxusuz gecə adi bir hal idi, amma ki maraqlı, daha maraqlı ola bilərdi. Yəni biz balıq çox tutsaydıq. Biraz maraqsız oldu ki, bizim balığımız az oldu, amma ki nəticə etibarı ilə hər şey çox gözəl oldu. İnşallah ki növbəti turnirlərdə iştirak edəcəm və birincilər sırasında duracağıq inşallah. Vallahi yorgunuz ama mutluyuz. İlkin geldik, dostlarla buluştuk burada yeniden. Yeniden farklı topraklarda Kuzey Kıbrıslı dostlarımız, kardeşlerimiz ilk kez bir turnuva düzenlediler. Onlarla birlikte olmak için, desteğimizi göstermek için yanlarında yer aldık. Skor ne olursa olsun neticede gene dostluk kazandı. Kocaeli'de havalar nasıl? Vallahi buranın havası Kocaeli'yi aratmadı 2 gündür. Akşam oldukça ciddi soğuk vardı. Kocaeli'de de herkesler iyi, yaramaz bir durum yok. Tüm Azerbaycan'a selamlar, sevgiler. Her şey çok iyi. Öncelikle selamünaleyküm. Kıbrıs'tayız. Kıbrıs Surf Casting Sportif Olta Balıkçılar Derneğimizin ilk defa düzenlediği 1. Surf Casting turnuvamızın sonuna geldik. Başlangıcından sonuna çok güzel hazırlanmışlar. Her şey çok güzeldi. Burada dostlarımızla birlikte vakit geçiriyoruz. Keyif alıyoruz. Hava biraz sertti ama olsun. Balıkçının havası olmaz. Durumlar böyle. Siz de Azerbaycan'dan çıktınız, geldiniz. Bizim yavru vatanımıza, kardeşlerimize destek olmak için ayaklarınıza sağlık diliyorum buradan. Valla durumlar çok güzel. Keyifli bir turnuva atlattık. Dostlarla bir aradaydık. Sizleri gördük, diğer dostlarımızı gördük. Çok keyifliydi. Azerbaycan söyleyeceğim bir şey var mı? Azerbaycan diyecek çok şey vardı. Hepsini geleceğimiz güne saklıyoruz. Azerbaycan'ın bizdeki yeri çok farklı. Gümbür gümbür geliyoruz Azerbaycan'a. Mersin'de havalar nasıl? Her zamanki gibi sıcak. Ne kış yaşayabiliyoruz ne bir şey. Sıcak hava. Eritiyor bizi. Sıcaklığımızı Azerbaycan'a getireceğiz. İnşallah, inşallah. Merhaba İlkin, hoş geldin. Merhaba. Bakü'deki dostlarımız, arkadaşlarımız hoş geldiniz. Azerbaycan kardeşlerimiz hoş geldiniz. Herkese selam ederim. Adana 01 Surf Casting başkanıyım. Başkan yardımcım abim Suat. Her yarışmada sizi görmekten de mutluluk duyuyoruz. Sizleri her gördüğümüzde ayrı bir yüreğimiz kabarıyor. Seviliyorsunuz. Biz de öyle. Adana'da hava güzel. Her zamanki gibi, Adana güzel. 12 ayın 10 ayı yazdır bizde. 2 ay kıştır. Kar yağmaz. Bizde kar
yoktur. Ama kar soğuğu vardır. Ha, karın soğuğu var. O 2 ay kar soğuğu vardır. Toros dağlarından esen rüzgarla kar soğuğunun ne olduğunu biliriz ama karın ne olduğunu bilmeyiz. Turnuva güzeldi. Yani arkadaşların ilk yarışması ama gayet profesyoneldi. Zaten yıllardır bizimle beraber Türkiye'de çoğu yarışmaya katılmışlardı. Prosedürleri, işleyişleri, neyin nerede aksayabileceğini, nasıl güzel olabileceğini iyi analiz etmişler. Kıbrıs Derneği'nin başkanı o gün, başkan yardımcısı Nuri ve ekip üyelerine herkese teşekkür ederiz. Eğlenceli, keyifli bir turnuva oldu. Hepinizin eline emeğine ayağına sağlık. İnşallah sizde görüşmek üzere. İnşallah, inşallah. İyi ki varsınız, iyi ki hayatımızdasınız. İyi ki tanıdık sizleri. Daha keyifli, daha eğlenceli ve daha profesyonel bir kimlikte buluşmak dileğiyle diyelim. Çok iyi gidiyorsunuz. Sizler de bizler de bu birliktelikle beraber bir yerlere geleceğiz. Bilhassa Avrupa'daki platformlara girmemiz gerekiyor artık. Sadece Türkiye ya da Bakü'de değil ya da Kıbrıs'ta değil. Bundan sonraki oluşabilecek işte İspanya'sı, İtalya'sı, Portekiz'i buraya daha ciddi anlamda gidip bir şeyler elde etmemiz gerekiyor. Amacım turnuvalarla alakalı da bizde de Kasım'ın 2. haftası Allah kısmet ederse zaten demeye gerek yok. Kardeşlerimsiniz. Hepiniz orada bekliyoruz. Adana, Zeytinbeli, Vatıköy'ünde. Merhabalar, Eylem Dündar ben, Oceli Balıkçı. Kadın Balıkçılar Türkiye ekibi olarak geldik buraya. 7 takım olarak geldik. 14 kişi yarıştık. Ve bütün ekibimiz gerçekten çok güzel bir şekilde yarıştı ve Kıbrıs Surf Casting bizi çok güzel ağırladı. İlk turnuvaları olmasına rağmen, ilk surf casting turnuvaları olmasına rağmen inanılmaz profesyonellerdi ve hiçbir eksik bulamadık. Turnuva muhteşemdi ve biz kendimizi çok iyi hissettik. Çok iyi ağırlandık. Umarım seneye tekrar katılırız. Ve sevgili kardeş ülkemiz Azerbaycan'a, Kadın Balıkçılar Türkiye olarak kocaman yürek dolusu sevgilerimizi iletiyoruz. Çok istiyoruz. Zaten başkanımızla da görüştük. Çok kısa bir şekilde. İrtibat halinde olacağız. Çok ama çok keyifle katılmak istiyoruz. Heyecanla da bekliyoruz. Teşekkür ederiz. Çok güzel iş turnirine olmağına bakmayarak çok güzel bir turnir geçirdiler. Tebrik ederim sizi. İnşallah ki devamlı olar ve daha da güzel turnirlerde görüşelim.